Hər insanın özünə uyğun xasiyyəti var. O biri əsəbidir, biri şəndir, biri passivdir, biri sakitdir. Sən bunu bu cür qəbul eləyirsən, yoxsa yox? Bir çox ailələrdə bunun şahidi oluram. Kişi qadını, qadın da kişinin temperamentini dəyişmək istəyir. Bu da mümkün deyil. Gileylənir ki, yoldaşım çox sakitdir, istəyirəm dəyişsin, biraz pozitiv olsun. Bu pozitivdir. Sadəcə olaraq bunun xüsusiyyəti bu cürdür. Bir asta gəldi, sakit hərəkət eləyir və yaxud da deyir ki, bizim istirahət maraqlarımız üst-üstə düşmür. Biri passivdir, biri aktivdir. Təbii ki, üst-üstə düşməyəcək. Bunu sən evlilikdən əvvəl müəyyən eləməliydin. Sən bu insan olduğu kimi qəbul edirsənmi? Bu xasiyyətlə, bu temperamentlə, bu tiplə, bu istirahətə baxışı ilə xoşdur sənə? Yox, xoş deyil, ancaq keçinişmək olar. Çox gözəl, ailən sənə xoşbəxt olacaq. Yox, əgər sənə qıcıq yaradırsa və sonradan adət edəcəm deyirsənsə, yox, getdikcə daha da qıcıq səndə artacaq və ailədə ciddi problem olur.